münasibəti ilə o çərçivədə keçirilən silsilə tədbirlərdən biri olan görkəmli Azərbaycan yazıcısı, Azərbaycan xalq yazıcısı, şairi, publisist Fikrət Qocanın anadan olmasından 90 illik yubileyi münasibəti ilə tədbir keçiririk. Və mən çıxışımdan öncə sinif müəllimlər Fikrət Qoca haqqında, onun yaradıcılığı haqqında danışdı. Onun haqqında video çap izlədik, onun sözlərini yazılmış musiqiləri dinlədik. Mən də istəyərdim öz adımla bir-iki kəlmə bu haqda deyim. Fikrət Qoca Azərbaycanın da elə bir yaddaşda qalır ki, biz tam uşaq vaxtından onun sözlərinə yazılan mahnıları bugünkü günə kimi əzbər bilirik. Çünki bu mahnıları hamısı biz el şənliklərində, qonaqlıqlarımızda tez-tez müzikə edirik, əzbərdən bilirik, yaddaşımızda həkk qalır. Və bu da o demək ki, bu şair həqiqətən də öz sözünü, öz sənəti ilə deyir. Baxmayaraq ki, o ixtisasca mühəndis olub, amma yenə də şeir, lirika onun həyatında əsas bir yer tuturdu. Və mən onu qeyd etmək istərdim ki, onun qızı Günel Qocayeva da hal-hazırda Amerikada yaşayır və o bəstəkardır. Atasının ondan artıq şeirlərinə də musiqi bəstələnmişdir. Bugün çıxışımı isə istəyirəm onun bir misraları ilə bitirim. O deyirdi ki, deməli, ölüm də, olum da, bunlar bir yana. Mən bu adi qanunu mən dərk edirəm. Şair nəğmə kimi gələr cahana, nəğmə ölümünə mən inanmıram. Və bu o deməkdir ki, onun şeirləri daim bizim nəğmələrimizdə yaşayacaq və onun da yaradıcılığı isə əvvəlidir. İndi isə söz vermək istəyirəm bizim məktəbimizin rəssamlıq şöbəsinin şagirdlərinə.